Salam aleyküm əziz dostlar. Xoş gördük. Umarım ki keyfiniz sazdır. Bu günləri bir ayrı səhifədə oxuyaq. 40-cı səhifəni oxuram. Əlbəttə yazılı əgər print eləsəz 31-ci səhifəni oxuram, amma əgər PDF-ə baxsaz 40-cı səhifəni oxuram. Küçük sümürgəci. İndi bir dövlətlərdən danışır, indi bir də kiçik adamlardan ki, sümürgəcidir. Görək ki, bu kiçik sümürgəci dediği, yəni istemarçı kimdir? Bu üç kəşfin kar, ayrıcalıq və qasb. Sümürgənin vicdanın geçirdiyi bu üç mərhələnin onun kişiliyinin nasıl şəkilləndirəcəyini yerləşimci adayını hangi mekanizmlarla bir sümürgəyə ya da sümürgəcilik tarafına kolonyalist tarafına yəni dönüştürəcəyini görmədən öncə sıkça karşılaşılan bir etiraz yanıt verməmiz gerekir. Uzun cümlə görək ki, nə deyir? Deyir ki, 3 dana geçibdir, mərhələ geçibdir. Nədir? Biri kəşfdir, biri kar, mənfəət, biri ayrıcalıq, təbiiz, biri də qasb. Bu 3 dananı deyir ki, bu 3 dana sümürgəcinin mərhələsidir. Mənim də nəzərimə çox mühümdür. Dünən dedi ki, təsadüflə gedir bir yeri tapır. Bir tarixi təsadüf əsərində gedir bir yerə, məsələn, Azərbaycanı işğal eləyə bilir. Təsadüfdür, bu tarixdə bir ittifaqdır. Hər gün düşməzdir, amma düşdü də. Ayrı bir zamanda Azərbaycan Farsların torpaqların, əlbəttə Farsların torpağı yoxdur, Farslar köçəridirlər. O torpaqları türklər almışlar, onları oraya yerləşmişdilər çəvirə. İndi pəs 3 dana kar var, bu üçün kəşf elədik. Yəni bildik, bunu düşündük ki, 3 mərhələ var. Bir mənfəətdir, istemarın birincisi mənfəətdir, ikincisi təbizdir, üçüncüsü qasbdır, o torpaqları əlinə keçirməkdir. Sümürgənin vicdanını, vicdan dostlar, diqqət buyurun, bu vicdan sözü mən neçə dəfə açıqlamışam, mənim özümə də calibdir bu vicdan. Vicdan yəni nə mənə? Yəni ki, biz harada yaşırıq, hangi atmosferdəyik, hangi havanın içində yaşırıq, hangi topraqda yaşırıq, hangi insanların arasındayıq, onların baxışına doğarıq yəni. Yəni biz doğanda orada bir din var, biz ona doğuruq onun içində. Nənələrimiz bizi orada doğur. Onlar nə cür düşünürlər o dini, biz də o cür düşünəcəyik. Onlar, məsələn, xanımlara nə cür düşünürlər, biz də o cür düşünəcəyik. Din. Bir də ənənələr var, rəsm-rüsum var, adablar var, tarix var, gələnəklər var, qanunlar var, görənəklər var. Bunlar bizim düşüncəmizi, baxışımızı dünyaya şəkilləndirir. İndi mənfəət məsələsi də var. Vicdan hər yerdə işə düşməz. Mənim mənfəətim zərərlə gəlsə, vicdanım işə düşər. Zərərlə gəlməsə, vicdanım işə düşməz. Vicdan da dedim, dinə bağlıdır, qanuna bağlıdır, adaba bağlıdır, rusuma bağlıdır. Tazə onların hamısı mənim mənfəətimin yanında. Yəni, onlar bir tərəfə, mənim də mənfəətim bir tərəfə. Mənim mənfəətim o zaman işə düşər ki, orada mənim vicdanım o zaman işə düşər ki, mənim mənfəətim orada olur. İndi vicdan belə bir şeydir. Camiədən camiyə. Yəni, bir toplumdan bir başqa topluma, bir kətdən bir ayrı kəndə, bir famildən bir ayrı familə, hətta familin içində bu ailədən o ailəyə vicdan dəyişər. Bir dana məsələdə, eyni bir məsələdə. Məsələn, Azərbaycanda Azərbaycanlıların qətliam sürəcində yaşamaqları. Bu, Farslara qətliam deyil, bizə qətliamdır. Onların vicdanın ayrı hamda olmaz. Çünki onların mənafeyinə gedibdir, bizim zərəlimizə. Diqqət buyurursunuz.
Vicdan belə bir şeydir. Onun üçün bu vicdan çox belə ərzişli bir şey deyil əslində. Məsələn, deyək ki, mənim qızım, gəlinim var, damadım var. Necə ki, bu gəlinim mənim gəlinimdir, mənim vicdanım onun yanındadır. Elə ki, o mənim oğlumdan çıxar, ya mənim qızım boşana, mənim vicdanım dəyişər. Damadıma görə, qızıma görə. Görürsünüz, bu qədər şeyə bağlıdır, insanın mənfəətinə bağlıdır vicdan. Onun üçün vicdan adında bir şey meyar deyil. Meyar deyil. Sümürgənin vicdanının geçirdiyi, vicdan bir mərhələlər geçirdi ki, mən misal da vurdum da, bu 3 mərhələni, ki bu da dedi, 3 mərhələni geçirdir hər vicdan, onun kişiliyini, kişi şəxsiyyət, onun kişiliyi, yəni o sümürgədə olanın, o insan, hər insanın şəxsiyyətini, kişiliyini, şəxsiyyət də ərəbcəsi, farsçası yoxdur. Kişiliyini nasıl şəkilləndirəcəyini, o bir dana, yəni bu 3 danaya baxmaq, kar, təbiz, təbizi necə görürsən, mənfəəti necə görürsən? Bu, mənfəət də bu cürdür. Baxın dostlar, mənfəət, məsələn, farslar Azərbaycanı qarət eləyib aparmaqları bir mənfəətdir. Türkmən səhranı bir mənfəətdir, qarət eləyib aparmağı. Qəşqaistanı da, mən indi onu bu günləri də yenə yazdım, biz Qəşqai millətindən və ha belə biz Qəşqai Türk Cümhuriyyətindən danışmalıyıq. O günəcən ki, bu sözlər bizim kültürümüzə gəlməyib, millətimiz belə danışmır, farslar çıxarlar televizyonda, deyərlər ki, onlar türk deyirlər, onlar türkləşiblər. Amma biz əgər bunları çevirsək, siyasi bəhsə, mədəni bəhsə, ictimai bəhsə, bura Qəşqai məmləkəti, Qəşqai milləti və Qəşqai Türk Cümhuriyyəti danışsaq, bu fars da hesabını bilər ki, bu bir millətdir. Deyir ki, mən bir millətəm, mənim bir tarixim var, dinim var, torpağım var. Amma biz belə gəlməsək, biz də farsların suyuna geçsək, ya onlara yumuşalsaq fars yolunda, yox deməyək, desək, elə olmaz, belə olar, onda nə olar? Qəşqayı çıxar özünə. Bizə hüviyyət yontalar. Kar. İndi orada, məsələn, Azərbaycanın şəhərlərin bölər, bir yazın verək Gilana, bir yazın verək, Türklərin, beləsi deyək, Türklərin mənfəət torpaqlarını bir yazın verək Gilana, bir yazın verək Mazəndarana, bir yazın verək Lorlara, bir yazın verək Kürtlərə, bir yazın verək Farslara. Bu, Farsların mənfəəti nədir? Bizim toprağımızdan verirlər Kürtlərə, onlara, bunlara. Amma bunların mənfəəti nədir Farsların? Bizim nədir? Zərəlimizədir. Pəs kar da insanın durduğu mövzeyinə baxar. Mövzeyinə baxar. Bir pan-farsist, bir pan-İranist buna etiraz eləməz. Çünki onun mənfəəti farsların mənfəətinə bağlıdır. Amma bir türkcü, bir Azərbaycançı etiraz elər. Çünki onun mənfəəti bu deyil ki, Lor gələ Qəşqayının torpağını işğal edə. Fars gedə, ya Bəluç gedə Türkmən səhrada torpaqları işğal edə və adam öldürə. Bu bizim mənfəətimiz deyil. Bu da mühüm. Bəs kar da insana bağlıdır. Məsələn, Azərbaycan düzdür özü bir məmləkət, Şimali Azərbaycan bir müstəqil məmləkətdir və biz müstəmirə bir millət və məmləkətik. Farsların müstəmirəsi olmuşuq. Amma onların erməniləri dalıya vurması bizim karımızadır. Azərbaycanın erməniləri dalıya salması, dalıya getirməsi bizim karımızadır. Paşinyan çıxır məclisdə deyir ki, Qarabağ Azərbaycan toprağıdır, onu gərək verək ona. O bizim karımızadır, farsların zərərinədir. Farslar da ermənilərin karını istəyirlər. O da o kardır, yəni farsa kardır. Necə Qarabağın azadlığı bizə kardır? Necə Uyğurların azadlığı olsa bizə kardır? Necə Əraqda türklər qüdrətə getsə, qüdrətə hər nə qədər əli getsələr bizə kar hesab olur? Necə Türkiyə nə qədər güclənsə bizə kar hesab olur? Nə qədər Qibris türkləri güclənsə bizə kar hesab olur? Nə qədər Suriyədəki türklər, Amerikada, hər yerdəki türklər güclənsə bizə kar hesab olur? O qədər də bizim düşmənlərimiz nə qədər güclənsələr farslara kar hesab olur. Pəs karın da belə bir mənası var. Mənfəət bu cür deyil ki, həmişə müstəqim ola. Çox vaxt qeyri-müstəqim, indirect mənfəətlərimiz olur bizim.
Ondan sonra nə idi? Ayrıcılıq. Təb'iz də bu cürdür, dostlar. Təb'iz də eyni buna tayidir. Təb'iz də insandan insana, toplumdan topluma, millətdən millətə, tarixdən tarixə deyişər. Əgər biz deyək ki, diqqət buyurun, əgər biz iddia eləyək ki, Azərbaycan Türk Cumhuriyyəti ya Güney Azərbaycan Türk Cumhuriyyəti də Türk Cumhuriyyətində yaşayan ermənilərin, yaşayan kürdlərin, yaşayan ərəblərin, yaşayan farsların, yaşayan talişlərin, tatların, yaşayan Şumalilərin, Cilanların, Mazəndəranların bizim istiqlalımız dövründə haqları olmayacaq. Çünki biz buranın adına deyirik ki, Güney Azərbaycan Türk Cumhuriyyəti və deyir, əgər desək, əgər belə bir şey desək ki, bunların haqqı olmayacaqdır. Bunlar ana dillərində dərs oxuya bilməyəcəklər. Öz torpaqlarında hətta 50 nəfər də olsalar. Özlərinin müqəddəratını özləri təyin eləməyəcəkdir. Onda biz təbizçiyik elə. Fərq eləməz. Farsının bizə fərqi yoxdur. Bunun üçün bu təbiz məsələsi də çox ciddidir. Yəni biz farslara etiraz elədiyimizdə haqqımız yoxdur ki, özümüz həman fikri o birisi millətlərə görə aparaq. Həman təliyə düşərik ki, farslar düşüblər. Həman oyuna gələrik ki, farslar gəliblər. Qasbı da işğaldır. İşğal dedik ki, yenə də fərq eləməz. Hər şey olsun. Ağa biz də geçsək Kürdlərin torpağın İstər istəməz, indi tarixdə var idi, yox idi, bunları danışa bilmərik ki. Bu günləri neçə yüzüldür, ya deyək 100 ildir, Kürdlər burada bir millət olaraq yaşırlar. Və keçən 75-80 ildə bilirik ki, silahlı burada savaşıblar vətənləri üçün, Fars dövləti ilə. Bizdən çox savaşıblar, bizdən çox ölü veriblər. Əlbəttə, ölülərin hamısını yıxsaq, bəlkə bizim pişəvəri dövrəsində olan qətliama, insanların canına qıyıldığı dövrüyə çatmaz. Amma biz qətliam ruhiyyəsində yaşamışıq. Qətliamda yaşayırıq ələn. Ələn qətliamda yaşayırıq. Qətliam mərhələsində yaşayırıq. Bu da o qəsbiçi. Dedim, biz Kürdlərin necə haqları yoxdur bizim toprağımıza, farsların bizim toprağımıza, Şumalilərin, Mazənilərin, Türklərin toprağına, ərəblərin, lorların, bəluçların, farsların, Qəşqai toprağında gözləri ola, qəsb hesab olar, işğal hesab olar. Elə indi də, yap elə indi, hətta indi qəsb hesab olur, gedir o kəndi işğal edir, gedir o adamı öldürür. O niyə öldürür onu? O onu öldürmür ki, o adamı öldürəndə ləzzət taparır. O onu öldürür ki, oradakı insanlar qoxsunlar, oradan köçsünlər, o kənd ona qalsın, öldürənlərə qalsın. Bu qətliam, orada bir nəfər ölmür, o bir nəfər deyil qətliam, o bir nəfərin ölməyi qətliamdır. Çünki o milləti köçə məcbur elirsə, dünməyə, qorxuya məcbur elirsə, baş əyillərsə, torpaqların işğalına icazə verirlərsə, bu qətliamdır. Bir nəfər mühüm deyil ki, bir nəfərdir, yoxsa yox. Fərq eləməz ki, Qəşqaistanda o xanəndəni, cavan xanəndəni öldürələr, ya Türkəmən səhrada o cavan Türkəməni öldürələr bəluçlar. Heç fərqi yoxdur. Qətliam qətliamdır. Qətliamın mənası nə oldu dedik? Adam öldürmə sayına deyil, ölülərin sayına baxıb qətliamı deməzlər. Qətliamı o qorxuya deyərlər ki, yaranır. Qətliamı o imtiyazlara, o üstünlüklərə deyərlər ki, öldürən ələ gətirir. Qətliam budur. Yəni, mənim tərifimdə qətliam mətufdur hədəfə, mətuf deyil vəsiliyə. Öldürmək vəsilədir qətliam üçün. Bir hədəf üçün. Bir vəsilədir. Mənim nəzərimə vəsilə mühüm deyil, hədəf mühümdür. Tamam. Bu da qəsb. Bu üçün də dedik ki, bu da məsələn, farslar indi Azərbaycanı almaqdan ya bəluçlar orada o adamı öldürüb bu kəndi işğal eləməkdən, Türkəmən səhrada, Cənubi Türkəmən səhrada ya lorlar ya farslar, zahirən farslar olar bir tədad, lor da deyirlər. Lorların adına bunu deməyək. Zahirən orada
Qəşqaistan Türk topraklarında adam öldürüblər. Bu nə deməkdir? Qətliam demək. Farsların gözündən bu yaxçıdır, bizim gözümüzdən düz deyil. Farsların gözündən düzdür, bizim gözümüzdən qəsbidir, işğaldır. Qətliamdır. Farsların gözündən qətliam deyil. Bir nəfər öldü. Baxın, onların gözündə deyir ki, yek nəfər, əgər desə, indi orada deməz ki, Torşi Qəşqai mord. Məsələn, در نزاع بین صاحبان وطن و اشغالگران فارس یک Qəşqai به قتل رسید. Deməz. Bunu deməz. Bu cümləni ki, mən qurdum, bu cümləni Fars işlətməz. Fars onu deyər ki, یک nəfər در میان مثلا نزاع خانوادگی یا روستایی کشته شد. O bir nəfər bilər. Biz onu nə cür? Qətliam bilirik. Bu fərqlidir. Yəni mən düşüncəm fərqlidir. Tamam bunları yazanlarla və danışanlarla hətta beynəlmiləl səviyyədə fərqlidir. Deyir ki, bu üç dananı görmək. Nə cür bu üç dananı karı, təbizi, ayrı seçkilik və qasbi işğalı nə cür görürsən, nə cür düşünürsən, bu sənin kişiliyini, yəni şəxsiyyətini, insaniyyətini müəyyən elər. İndi yaxacaq bir dənə Fars, bir dənə Bəluç, dura deyək ki, Bəluçların haqqı yoxdur. Çünki Bəluçlar da, burası da var, Bəluçlar məzlumdular, vətənlərindən bunları köçürdür Fars sistemi, çünki bunların işi yoxdur, işləsinlər. Baxın, dostlar, mən bu kitabın gələcəkdə də deyəcəm, terror hardan çıxar? Niyə Əfqanlılar terror edirlər? Terrorun əksəri Əfqanlılar, Pakistanlılardır. Əksəriyyəti bunlardan, terrorçulardır, indi belə. Çünki terrorçu iş yoxdur işləyə. Gəliri yoxdur qazana, ailəsini saxlayanmır, iş axtarır. Bir nəfər deyir ki, sənə ayda 200-300 verəcəm ki, bu işi gedir, görür, sonra da deyir, bu bombu bağla, mən sənin arvad uşağı xərcin verəcəm. Gedir, bağlır, özünü öldürür. Bu İranın gələcəyi da bu türdür. Bəluçu orada işsiz qoyurlar, özdə deyirlər ki, köç. Ora geçsin, orada sənə yer verəcək. Gəlir ora, Türkəmə səhrədə düşür Türkəmənin canına, çünki yeri yoxdur. 50 metr yer alıbdır, 100 metr yer alıb, ondan geçinə bilməz ki. Məcburda davarına, malına, heyvanına, əkinəcəyinə, özünə bir yer versin, adam öldürsən daha rahatdır. İddia eləsəm ki, bura mənim torpağımdır, daha rahatdır. İndi eyni iş bizdə də olsa, fərq etməz. İndi biz Azərbaycanda gedək, Bəluçistanda bir dana kətdə ki, adamları da köçübdür, oranı işğal eləyək. Girək orada oturaq. Zahirən bizə haqq görünər. Çünki heç kəs yoxdur burada. Topraq buradan köçüblər, evlər də xərabə olubdur, burada biz qalaq orada yaşayaq. Abad eləyək buranı. Amma oranın sahibi gəlsə, desə ki, mən burada varam, sən nə deyəcəksən? Bura mənim idi. Mən burada yazıq oldum, işsiz oldum, pulsuz oldum, susuz oldum, çörəksiz oldum, mərisiz oldum, uşaqlarım dərs oxuya bilmədi, məcbur oldum, köçsün gedim falan yerə. İndi qeydmişəm vətənimə. Nə deyərsən? Eyni halda elə bizim torpaqlarımız da o cürdür. Bizim 1350-dən torpaqlarımız, kəndlərimiz boşalmağa başlandı. Çünki iş yoxdur Azərbaycanda. Qabaqcan biz gedirdik Bakıda işlirdik, Türkiyədə işlirdik. İndi bizi qoymadılar. Gedək Bakıya, Azərbaycan Cumhuriyyətinə, gedək Türkiyə Cumhuriyyətinə. Tehranı bizə açdılar. O Şimal Farsistanı bizim üzümüzə açdılar ki, pulludur. Gəlin gedin orada xaricə. Biz yerimizi, mülkümüzü müftə boşladıq. Çıxdıq, getdik Tehrana, Şiraza, İsfahana, Yəzdə, Simnana, Kaşana, Kərəcə, ora, bura işləməyə ki, əhliyarımızı saxlayaq. Kətlərimiz qaldı, xərab oldu. İndi bir dana Bəluç, bir dana Ərəb, bir dana Lor, bir dana Ciyləş, bir dana Mazənin gələcəkdə bizim kəndimizdə görə də adam yoxdur. Deyək ki, tamam, buradakı adam yoxdur, kətdə heç kəs yoxdur, sahibi yoxdur, köçüblər gedib, qətliam olublar. Çünki o bilmir ki, bunların başından gəlibdir. Mən oturum burada, buranı abad eləyim, buradan su çıxadacağam, əkəcəyəm, tökəcəyəm, evlə ev tikəcəyəm, falan, özümə şəhər eləyim, mən buranı özümə vətən eləyim. Sabahları bizim adamlarımız qeyddirlər. Biz şükür olsun Günas TV-yə minlər dəfə təşəkkür edirəm. Mənə bu imkan verdi. Günas TV-də mən işlədim, çox çalışdım, zəhmət çəkdim. Millətimizə bunu beyninə yerləşdirdik ki, hər kəsin əlində azdan, çoxdan pulu var, qeyssin kəndində, şəhərində bir kərpiç qoysun kərpic üstə.
Bir şey tiksin, mühüm deyil. Hər nə olur olsun, mühüm deyil. Mühüm budur ki, orada tiksin və bura sahib çıxsın ki, bura mənim torpağımdır. Şükür olsun, bir kəndlərimiz abad olub. Mən öz kəndimizin bu günləri, dünən bu gün videosuna, əkslərinə baxırdım. Bir neçə gündür bizim kənddən əks qoyur, bir dostumuz var orada, məni görməyibdi. Yəni, mən kənddən keçəndə onun dədəsi məncən idi, 7 yaşı var idi. İndi o maşallah yekəlib özü bir oğlan olubdur. Adı da Həsən Biyol. Həsən gündə əks qoyur kənddən, baxıram, görürəm ki, kənddə bir 100 dana ev var. Və gözəl şirk tikilibdir, hamısı vilayı tikilibdir. Oturublar, burada yaşırlar. Hamısı da şəhərdədirlər. Hamısı da şəhərdədirlər. Amma bir 10 il bundan qabaq keçsəydin, kənddə 2 dana ev var idi. 2 dana ev qalmışdı. Onlar da o adamlar idilər ki, şəhərdə yaşayanmədilər, qeydlər, kənddə qaldılar. Ac da qalsalar, çətin də qalsalar, amma qaldılar, vətənləri də qorudular. Bunları mən onlara çox baş əyərəm ta şəhərdən gedənlərə. Çünki onlar vətəni əlbəttə, hər nədən dolayı vətəni boşa qoymadılar. Dəlil mühüm deyil. Mühüm odur ki, orada o vətəni qorudular. Abad saxladılar. Ayrı adamlar gəlib işğal eləyə bilərdilər. Sonra da gedərlər qanuna, dövlət qanununda, fars qanununda bunların nəfi nədir ki, mühacirət edirlər. Gedər deyər, burada heç kəs yoxdur. Mən burada bir nəfər tapıram, tərəf olan, buranı istəyirəm alam. Dövlət də deyərdi ki, buranın mülkünü verirəm sənə, çünki bura bayirdir. Dair deyil. Bayir yəni o yer ki, tərk olubdur, bəlli deyil sahibi. Dair yəni o yer ki, sahibi var, orada işlir, zəhmət çəkir. Alardı. Necə ki biz, mən əfələrcə bunu dostlara demişəm, biz gərək bu günləri Kürdistana, Azərbaycanın o torpaqlar ki, bizim tarixi torpaqlarımızdır və Kürdlər oraya yerləşmişdilər. İndi oradan köçürlər ya Azərbaycana, ya Tehrana, ya hər yerə. Biz onların torpaqlarını gedib almalıyıq. Həm özlərindən, həm dövlətdən. Mən dəfələrcə bunu dostlara demişəm, gedin əmlak açın, orada bonqa açın və o yerləri satın bizlərə ki, xaricədə yox heç olmasa. Biz kətləri alaq, şəhərlərinə getməyək. Kətləri alaq. Çünki yer kəndə malikdir. Hər kəndin özünün yeri bir Tehrandan böyük yerdir. Yəni, ən kiçik kəndin torpağı bir böyük şəhərdən, Tehran kimi, Kərət kimi şəhərdən böyükdür. Siz bir dana şəhərin ətrafında 10 dana kəndi alsaz, o şəhər yekələ bilməz. İlla ki, gələ sizin torpaqlarınız. Və qəbalə vətəni görsədər. İndi, bu günkü dünyada, qadimki dünyada, əlbəttə indi də elə mütəəssifanə, xoşbəxtanə Ruslar indi gediblər, Ukraynada öldürür, deyir, bura sənin vətənin deyil. Mən səni öldürsəm, vətənimi ala bilərəm. Mənim olar. Və dünyada da heç kəs buna deyənmir. Niyə? Deyir ki, zorum var, öldürürəm, alıram. Sənin də zorun olsun, qabağımda dur. Güc haqq verir insanlara. Mən bunu bir fəlsəfə olaraq bunu dedim. Bunu da birinci dəfə Siklərin dinindən öyrəşdim. Mən Tehranda bir Ruznamə-i Səlamda işləyəndə bir kitab yazdım. Bir məqalə yazdım əslində, sonra onu döndərdilər kitaba. Bir Ayətullah var idi. Allah rəhmət eləsin, elə bir ölübdür. O, onu bir kitaba çevirdi. Umi Ayət adında. Mən orada bir Siklərin məbədində bir bunların rəhbərləri var idi Tehranda. Xiyabani Hidayətdir, nədir orada? Serah-ı Şimiranda bir dana, bilirsiniz, orası Serahdır, əslində ötü yoldur, amma indi Serah deyilir. Bir dana çıxılı küçədir, gedir, aşağıda orada bir Hindi məbəd var, Hindi məbədi var, Siklərindir. Mən onlarla müsahibə edəndə görürüm ki, bunlar 2 dana inancıları var. Bir ölümdən qaçmaq olmaz, hamı öləcək. İkinci, zoru olan udar, zorursuz uduzar. Zoru olan hər şeyi ələ gətirər, zoru olmayan hər şeyi uduzar. Mən o zamandan bu fəlsəfə zihnimdədir. Və dünyada da siyasətdə görürük ki, zoru olan rahatca Amerika elir, gedir dünyanın hər asını istəyir, işğal edir. Harasın. Rusiya hər an işğal edir, hər an istəyir, bombaran edir. Heç kəs də demir, bunları niyə öldürürsən axı? Zorun var, öldürürəm, biri də deyənmir. Deyənmir niyə? Hər halda buna çox danışdıq. Dedi ki, pəs bu 3 dana sözü mənfəət, kar, ayrıcalıq, təbiiz, işğal. Bunları nə cür görüb, nə cür yormaq, tozih vermək, izah eləmək bizim kişiliyimizi, şəxsiyyətimizi bəlli elər. Tamam. Yerləşimci adayını hangi mekanizmlarla bir sümürgəyə ya da sümürgəçilik taraftarına
dönüşürəcəyini görmədən öncə burada da bunu danışır. Sıxca karşılaşılan bir itiraza yani yanıt verməz gerekir. İndi burada görək nə deyir? Dostlar, burada deyir ki, o bizim şəxsiyyətimizə o 3 dənə kəlməni necür yoğuzacağıq, necür onu izah eləyəcəyik, onu necür düşünəcəyik, onu necür qəbul eləyəcəyik, bu 3 dənə bizim şəxsiyyətimizə. İndi deyir ki, o adamlar heç bura yerləşirlər. Dedik ki, Bəluçistanlıları aparırlar, Bəluçları aparırlar, Türkmen səhrada yerləşdirirlər. Lorları, Farsları aparırlar, Qəşqaistanda yerləşdirirlər. Qəşqaistan Türk Cumhuriyyətində yerləşdirirlər. Dostlar, bunu qorxmayaq ki, Qəşqaistan Türk Cumhuriyyəti deməkdən. Məmləkətlərin kiçikliyi, böyüklüyü önəm deyil. Mühüm onun bağımsız olmaq, yəni istiqlalı, o millətin rəsmi olmasıdır. Dünyada bir çox məmləkət var ki, 200 min nəfər, 100 min nəfər ilə məmləkət qurulubdur. Ordusu belə yoxdur. Ordusu yoxdur. Çünki gücü yoxdur ki, ordusu olsun. Amma məmləkətdir. Qəşqailər neçə milyon insandılar. Onlar bir millətdir özünə. Onlara necə siz əşair deyərsiniz? Necə onlara qovm, qəbilə deyərsiniz? O bir millətdir. Tarixi var, toprağı bəllidir, dili var, hüviyyəti var və dövlətçilik gücü var. Qəşqaistan özü dövlət olubdur. Fars adında bu farslar gəliblər deyirlər ki, məşrutədən qabaq ya məşrutədən sonra məmalik-i Qacar məsələn ustanlara ya iyalətlərə dönüşəndə bir dana Kirman-Fars məsələn var. Ya nə bilim Ərəbistan və Fars var. Belə bir şey deyil. Belə bir şey yoxdur. Qəşqaistan var. Qəşqaistandan sonra orada Fars adında bir topraq yoxdur. Tarixdə. Bunun üçün biz Qəşqai dövləti, hətta bunu deyək ki, qurulmaq istədiyimiz Qəşqai dövləti, indi mövcud yoxdur, amma biz qurulmasını istirik. Bunu gərək biz düşünək və bunun üstündə yol gedək. Pəs dedi ki, indi ikincisi deyir ki, yerləşimci. Onlar içində Farslar, Yarollar gediblər Qəşqai Türk Cumhuriyyətinin topraklarına keçiblər, orada adam öldürürlər. Bu yerləşimcidir. Ya Bəluçlar işi aparıblar Fars tərəfindən Türkmen səhraya, Güney Türkmen səhra Cumhuriyyətinə, ora yerləşdiriblər. Bunlar yerləşimcidirlər. Deyir, bu yerləşimcilər aday dedik, yəni nə mənə? Kandid deyirlər Farsça. Kandid. Kandid Fars sözü deyil dostlar. İngiliscədən, latincədən gəlmədir. Kandida, kandid, kandidator. Bu İranda yoxdur bu feili zadı. Burada vardır. Mən özümü kandid elirəm. Bu kandid ya aday. Kandid sözünün Farsça namizəd deyirlər. Namizəd deyil. Namizəd fəqət qızla oğlan arasında olur. Bizdə də nişanlanmaqdır namizəd. Biz deyənlər, şu filan kəs məclisən oldu, namizəd oldu, nişanlandı. Yox, beləsi deyil. Çünki nişanlanmanın sonrası, namizədin sonrası evlənmaqdır, gərək evlənə. Amma kandidin sözü ya adayın sonu, bu deyil ki, hətmən nümayəndə olacaqdır. Bu aday olur. İndi sümürgəyə gedən aday, yəni bir nəfər deyir ki, mən istəyirəm gedim Amerikaya, bu köçür da. Bu adaydır. Amerika dövləti qəbul elər, eləməz. İranda aday dövlət seçir. Türkmen səhraya kimi kötürdüm, Ərəbistana kimi kötürdüm, Qəşqaistan Türk Cumhuriyyətinə kimləri kötürdüm. Bu adaydır. Dövlət təyin edir. İran Fars dövləti bunu təyin edir. Deyir, bu aday hangi mekanizmlərlə, diqqət buyurun, mekanizmlərdən danışır. Hangi vasitələr, əbzar, alat, ədəvatla mən bunları, hangi fikirlə, hangi yolla, yol yöntəm, mekanizm, yol yöntəm. Hangi yol yöntəmlə mən bu Qəşqailəri buradan köçdürüm? Bu bir. Hangi adayım kimdir Qəşqailərin topraklarına köçdürəm? Hangi yol yöntəmlə bunları köçdürüm? Diqqət buyurursun, bu da mühümdür. Ya Türkmenlərin topraklarına aday ki, Bəluçları indi feylən, bunları hangi mekanizmlə göndərim ora? İşsizlik yapım,
Orada istihdam eləyim, burada deyim ki, siz istihdam ora gedin. Orada istihdam var. Hər kəs istihdam olsa Türkçəmən səhraya getsin, orada istihdam olsun. Türkçəmənlər istihdam eləmirəm. Yəni orada demir ki, Türkçəmənlərin xəbəri yoxdur ki, farslar filan iş üçün, bəndər işləri üçün, filan işləri üçün istihdam eləyirlər. Bunu fəqət Bəluçistanda yayır ki, biz məsələn filan işdə adamlar istəyirik şeydə. Onlar da dururlar, iş dalısın, köçürlər, gedirlər oraya. Ya Əl-Əhvazda Əhvazlılara, ərəbləri istihdam eləmirlər işə. Demirlər ki, ərəbə buradan yerdə 10 nəfər, 50 nəfər istihdam eləyəcək. Yox. Bunu gəlirlər lorların içində deyirlər ki, Əl-Əhvazda 50 nəfər məsələn petroşimi istihdam eləyəcəkdir. Ərəblərə də deyirlər ki, İsfahanda, Kaşanda, Simnanda, Yəzdidə, yəni Kəvirdə 100 nəfər məsələn filan karxana, motosiklet karxanası 100 nəfər istihdam eləyəcək. Ərəblər köçsün ora. Bu mekanizmdir. Yəni bu mekanizmdə siz demirsiniz ki, məni köçürdür dövlət zoruna. Türkiyəni ermənilər bəzən deyirlər ki, bizi zorla köçürdübdür Türkiyənin topraklarından ya Osmanlının topraklarından Ermənistana. Bu köçürtmə söz var. Amma burada siz köçürtmür, burada siz istihdam elirlər, göndərirlər adamları. Ermənilərin iddiası yalandır ha, amma o yalanı hər halda deyir ki, dövlət eləyibdir. Amma İranda dövlət bu işi görmür. Neyinir? Deyir ki, adamlar niyə bilsinlər ki, mən bunları köçürtmək istəyirəm? Mən üstün örtüm. Adamlar özləri istəyərək gəlsin orada istihdam olsun. Bunu da mən Bəluçistanda, Ərəbistanda ərəblərə iş verməyi bilindirməyəcəm ki, burada iş qururam. Məsələn, indi Çahbəhar dediyimiz şəhri və limanı, su limanı bunu veribdir Çinlilərə. Burada bir 25 min nəfərə iş düzəldəcəklər. Bu 25 min nəfərin bir nəfəri Bəluç olmayacaqdır. Bir nəfəri Bəluç olmayacaq. Bunların hamısı Çindən gələcək. Yəni nə mənə? Bəluçların işi yoxdur. Bunlar hara köçməlidirlər? O yerdəki dövlət deyəcək, orada iş var. Filan yerdə bir karxana düzəldəcək, deyəcək 10 min nəfər bura istihdam, 1000 nəfər bura istihdam edəcək. 1000 dana ailə köçəcəkdə, hər ailə 4 nəfər, 5 nəfər, bura 20 min nəfər. 10 min nəfər. 5 min nəfər. Köçdü getdi filan yerə. Özü bir böyük şəhərdir. 5 min nəfər, 10 min nəfər olanda bir kənd onu dövlət şəhər edir. Bunun üçün dövlət gəlib nə düzəldib dostlar? Diqqət buyurun. Dövlət İranda şəhrəklər düzəldir. Şəhrəklər. Şəhrək nə demək? Yəni ki, təbii bir şey deyil. Bunu dövlət düzəldir mühacir üçün. Baxın, şəhrin təbii genişlənməsi var. Nədir? Şəhər bu cür genişlər. Şəhərdə iş çox olar, kətlərdən insanlar gələrlər, gedərlər, görərlər, bura köçərlər, gələrlər bura. Bura öz-özünə yavaş-yavaş genişər, gedər qıraqlara. Şəhrək nə olar? Dövlət gedər bir yeri işğal elər, ya alar. Ücüzünə. Deməz də nə düzəldəcək, amma adamlara deməz ki, mən burada nə iş görəcəyəm. Çünki desə, adam bilər ki, burada apartman düşəcəklər, mənim toprağımda, məsələn, buranı məndən alacaqlar 10 milyona, amma burada 200 dana, məsələn, 500 dana ya 1000 dana vahid düşəcəklər. Apartman İranda deyirlər, hər vahid. Yəni, bir dana ev ki, o saxtımanda ki, 10 təbəqə, 20 təbəqə, 50 təbəqədir, 30 təbəqədir. Onu bilirəm ki, 30 təbəqə saxtıman İranda var, ona görə deyirəm. 30 təbəqə, məsələn, saxtıman vardı. Hər təbəqəsində də 8 dana, 10 dana vahid vardı. Bu, yəni, 30 dana onun məsələn elər neçə? 300 dana hər saxtımanda. Bir dana 10 min metr yer məndən alır, ya 20 min metr, ya 50 min metr yer məndən alır. 10 milyona, 20 milyona, 100 milyona. Buradan çıxadır neçə milyard? Çünki burada 20 dana 30 təbəqə saxtıman isə, hərəsində də 300 dana vahid olsa, hərəsindən də 100 milyon belə qazansa izafə yox, gəl bunu hesabla. İndi mənə əgər dövlət desə ki, Kanada dövləti kimi, Kanada dövləti gizli saxlamır. Deyir ki, mən bu torpağı aldım, ya mənimdir. Kanada dövləti belə deyir. Ruznamədə agəhi verir. Özü dövlət ruznaməsində yox ki, fəqət vəkil oxur. Yox, bunu məmuli ruznamədə. Məsələn, ruznamə Keyhandır, İttilatdır, Həmşəhridir, filandır, Bəhmandır. Və hər şəhərdə, yəni məsələn, Kəleybərin də əgər ruznaməsi var, gəlir orada çıxar. Bu cür ki, dövlətin Tehranda bir ruznaməsi var, 10 dana bundan şumarə çıxdı, qutarcı getdi. Yox. Veb-saytı çox adamlar görmür. Çətlilər veb-sayt görmür. Amma bu çətli gərək bilə ki, mənim toprağım niyə? Gərək buna dövlət ruznaməni apara verə, deyə ki, ağa, mən bu yerə müştəriyəm. Bu yerdə istəyirəm şəhrək düzəldən. Bu şəhrəkdə 200 dana 30 təbəqə saxtıman düzəldəcəyəm. Hər təbəqədə 10 dana ev olacaqdır və bunları mən satacağam millətə. Sənin yeri istəyirəm alan buna.
Kətli mümkündür, ağa, mən sənə satmıram. Niyə? Çünki bu torpaq mənimdir. Mən istəyirəm buranı özüm düzəltdirəm. Bir nəfərlə gedəm danışam, deyəm, ağa, gəl buranı düzəlt. %50'si sənin, %60'ı sənin, %70'i sənin, %20'si mənim. %25'i, %30'u, %50'si mənim. Amma dövlət nə edir? Dövlət və dövlətçilər, fars dövləti gəlir sənin yeri və əlindən alır. Sənə demir niyə alıram? Bir pul verir sənə, buradan köç get, sənə ayrı yerdə bir kət düzəldirəm. Gedirsən, sən orada bir kət düzəltdir, səni qoyur ora, burada bir şəhər düzəldir. Bunu niyə sənə satmadı? Niyə demədi ki, mən bunu şey edim? Çünki bunun bir siyasəti var, bir mekanizması var, bir yol yöntəmi var. Bu yol yöntəminə səni oradan köçürtdürdü, yeri aldı, sən bilmədin, yeri müftəci əlindən aldı, burada apartman tikəcəkdi, satacaqdı bunu. Kimləri ki, istir köçürdə ora. Vətənin adamlarını değişdirmək sistemi. Tamam. Bunu da fikir edirəm ki, lazım qədər izah elədim ki, nə istədi desin. Pəs dedi ki, hangi mekanizmalarla bunları istəyir, yerləşimciləri istəyir, bura yerləşsin, bir sümürgəyə, bir toprağa. İndi Azərbaycan sümürgədir, Əl-Əhvaz sümürgədir, Bəluçistan sümürgədir, Qəşqaistan Türk Cumhuriyyəti, Qəşqai Türk Cumhuriyyəti sümürgədir farslara. Türkəmən, Güney Türkəmən səhra sümürgədir. İndi burada nə olur? Deyir, bu sümürgəyə ya da sümürgəcilik, diqqət buyurun, burada fikridir, düşüncə. Sümürgəcilik toprağı işğal eləmək deyil, o düşüncədir. Mümkündür, mənim heç pulum yoxdur, orduda da deyiləm, dövlət adamda deyiləm. Amma deyirəm ki, mən geçsəm Qəşqaistanda filan yeri, o kəndi əlimə geçsəm, ucuz alaram, orada bu işi qoyaram, onları baş tapırlar, heç demərəm də nə var, mən orada bu işi qoyaram, qəşəng qazandım onlardan, onları da işlədərəm. Bir 100 dana Qəşqai türkü gətirirəm, burada işlədərəm, hərəsinə də məsələn bir pul verərəm, onlar da səvinərlər ki, bizim işimiz var. Bizim bir pulumuz gəlir əlimizə. Qabaqcan heç bu da yox idi. Allaha şükür ki, indi bir nəfər gəldi, bizim yerimizi aldı, burada bir iş qurdu. Bu işdən, məsələn, 10 nəfər də bizi bu çətdən apardı işə. Bu çətdə də 50 dana ev var, ya 30 dana ev var. Bunların, məsələn, çobandılar, ya hər nədirlər. Məsələn, kətdir də, kənd işinədir, əkincəkdən, filanla, bəhmanla. Bunlardılar. İşin, ilin yarısından çoxun bekar qalırdıq. İşimiz yox idi. İndi gedərik, burada işlərik. Ayda bir 3 milyon, 4 milyon, 5 milyon gətiririk evimizə. Bimə verməzlər, filan verməzlər. Bunlara heç imtiyaz da yoxdur. Bunlar işlərlər, geçinərik, geçindik. Buna deyirlər sümürgəçilik fikri, düşüncəsi. Yəni, lazım deyil mən həttən profesor olan sümürgəciliği şeyləşdirəm, farslar kimi. Qanunlaşdıram, məntiqiləşdirəm, filan bəhman. Lazım deyil, orada olam, gedəm, işğal eləyəm. Kafidir ki, belə düşünəm ki, mən bunları sümürə bilirəm. Sümürgəci budur. İndi görək deyir, sümürgəcilik tərəftarına, məni istir, indi mən sümürgə ilə müxalifəm. Siz müxalifsiniz, o kətdə ki, indi Qəşqaistan Türk misal vurdum, o bilmir sümürgə nədir əslən. O acdır, amma istir onu sümürgəçilik fikrinə gətirsin. İstir Bəluçu sümürgə fikrinə gətirsin. İstir bunu nəzr eləyəcək. Deyir ki, bir mekanizma ilə bu sümürgəcilik tərəftarına çevirmək, yəni kolonialist eləmək, özü yazıbdır, kolonialist eləmək, dönüştürəcəyi. Bu adamı nə cür dönüşdürürsə ki, bu kolonialist olsun, sümürgəci olsun. Bu fikri onun zehninə nə cür yerləşdirirsən, bunu danışır. Modern döndərmədən öncə, görmədən, deyir bunu görmədən öncə. Yəni bu adamı döndərmədən öncə bunun zehninin üstündə işləyirsən, buna deyirik, biz nə mənə deyək, brainwash, beyin yıxamaq. İnsan, yazıq insanın beynini yuvacaqsan, elə eləyəcəksən ki, bu özü dövlət tərəfindən bir sümürgəci olacaq, hətta ondan da pis. Məsələn, sümürgənin bir dana misalı vurum, yenə də misaldan danışaq. Güney Azərbaycanın pulluları köçürlər, pullarını aparırlar, o birisi şəhərlərdə, Farsistanda sərmayə qoyurlar. Bu sümürgəçilikdir. Nə demək? Çünki bu adam eləyə bilər, öz millətinə xidmət eləsin ki, vətənindən qaçmasın. Amma bu sərmayəsin, buna dövlət bir iş görür ki, bunun zehnində var ki, mən Azərbaycanda sərmayəmi qoysam, batıralam ya az mənfəət olar. Amma mən bu sərmayəni aparsam, qoysam, İsfahanda, Şirazda, Kaşanda, Sinnanda, Yəzdidə çox pul qazanıram. Bu gedir ora, bilmir, mekanizmə baxın. Nə olur? O şeyi gətirir bura. Adamlar buradan köçür, gedir ora. İşgalısından gedəcək Türk. Ərdəbildən, Kələybərdən, Əhərdən, Xoydan, Səlmasdan, Sərabdan
Köçəcək, gedəcək, Zəncandan, filandan köçəcək, Xudavəndidən, köçəcək, gedəcək, iş dalırsan, ora ki, Türkün sərmayəsi getdi. Bu da yenə o mekanizmlərdən biridir. Biz bunu eşitdik dəfələrcə. Döktür Ənsari Amerikada olur, gedir buradan, deyir ki, mən öz şəhrimdə Fikir Mərəğəlidir. Fikir edirəm, ya Mərəddidir. Bu ikisindən biridir. Fikir Mərəddidir. Gedir Mərəndə, deyir, mən isə Mərəndidə bir dənə, məsələn, 100 təxtili, 100 yataqlı bir xəstəxana düzəldən, mərizxana düzəldən. Deyirlər ki, yox, sən gəl ki, bunu İsfahanda düzəlt, Şirazda düzəlt, səndən maliyyət da almayaq, məsələn. Sənə vam da verək. Ağa, mən vam istəmirəm, bax, mən özüm pulumu gətirəcəm, dolar gətirəcəm. Buradakı Azərbaycanlıları işlədəcəm, Mərəğəliləri, ya Mərəddiləri, bunları Mərəddidir fikirəm. Mərəddiləri işlədəcəm, mən bu Mərəddilərə də pulumu, hüququnu verəcəm, burada işləsin. Döktürün də burada, elə bu Mərəddən döktür alacağım. Yox, sən burada olayam. Buna nə? Mekanizma budur. Mekanizma budur ki, bu adam sərmayəsini aparsın ora, Türk buradan geçsin iş üçün ora. Bir də bu adamın sümürgə eləsin. Yəni, niyə Ənsarini qoymur ora? Çünki Ənsari orada sümürgəci kimi baxmır vətəndaşına. Bu mühümdür. Diyor ki, tərəfına koloniyalar dönüştürüleceğini, yani onu ne tür dönüştürürsen zihni, bunu ne tür yoğursa bunu bir sümürgətiyə çevirirsən. Bunu bir Fars müdafiine, Fars sümürgə müdafiine çevirirsən. O adam ki deyir, ağa, mən Türk deyirəm. O adam gəlir ki, bunlar Türk deyirlər, bunlar Türkləşiblər. O adam işlədir ki, Azərbaycan İrandır. Azərbaycan müstəqil deyil. Azərbaycan heç vaxt müstəqil olmayıbdır. Azərbaycan həmişə İranın bir parçasıdır. Bunun beyni sümürgələşibdir. Qabaqcan demişim ki, beyin əvvəl sümürgə olar. Burada buna da işarə elədim. Mən də istədim bunu bir sizə xatırladım. Deyir, bundan öncə, yəni bundan qabaq neyinər? Sıkça karşılaşılan bir itiraza yanıt verməməzlə. Deyir ki, bu söz ki dedik, bu 2 dənə söz, əslində 3 dənə oldu. Bu 3 dənə sözə deyir ki, bu sözlərə sıkça, tez-tez, sıkça yəni tez-tez, sıkça etirazlar olur. Bu etirazlara yanıt, cavab vermək gərəkir. Tamam. Bir sömürgədə yalnızca sümürgəci yerləşimcilərin bulunmadığı sıklılıkla deyil, dilə gətirilir. Üz-üzə, yavaş oxuram, illəti budur ki, bunlar mənim üçün taza dildir əslində, çünki mən türk olmamışam, türk yazmamışam, türk düşünməmişəm, onun üçün zordur. Bunu dözəcəksiniz. Hər halda deyir ki, bir sümürgədə, məsələn, Azərbaycanda, Qəşqaistan Türk Cumhuriyyətində, Türkmən Səhra Türk Cumhuriyyətində, Azərbaycan, Güney Azərbaycan Türk Cumhuriyyətində, bunlar indi sümürgədirlər. Deyir, burada yalnızca sümürgəci olur Fars dövlətçiliyi və onlar ki, bu Azərbaycan işğalını qəbul edirlər və bunu İran bilirlər. Bunlar sümürgəcidirlər. Sümürgəci, bir də yerləşimci. Azərbaycanın torpaqlarına, Qəşqaistanın torpaqlarına, ya Türkmən Səhranın torpağına yerləşən, ya Bəluçistanın torpağına yerləşən, bunlar da yerləşimcidirlər. Bulunmadığı sıklıkla dilə gətirilir. Deyir ki, burada çox görünmür bu şey. Deyir ki, sümürgəci burada çox görünmür. Yəni, siz deyir ki, burada Təbrizdə, Ərdəbildə, Xoyda, Qoşaçayda, Zəncanda, Həmədanda falan deyir, sıkça sümürgətini görməsi. Yəni, tez-tez gözünüz elə yol yeriyəndə dəyməz, qolunuz dəyməz, canınız dəyməz yol xiyabanda yeriyəndə Farsa, ya Fars dövlətçiliyinə, ya Fars ziyalısına o şəhərdə. Təbrizdə siz hər yerə gəlsə Türk görürsünüz. Milyonda bir Təbrizdə Fars yoxdur. Hələ necə ilki geçir, indi 100 ilə yaxındır geçir ki, Farslar kodita eləyiblər. 102 ildir. Kodita eləyiblər. Əlbəttə, əslində 101 ildə, çünki İsfəndin axirində kodita eləyiblər. 1299-un axirlərində, İsfənd ayında kodita eləyiblər. 101 il geçir. 101 ildən sonra Təbrizdə hər 10 min nəfərdən bir dənə Fars tapanmazsınız. Fars danışan taparsınız ki, kilas qoyur.
Ona fərq eləməz. O ingilisi də kilas qoyar bilsə, ona fərq eləməz. O kilas qoymaq istəyir. O bir dana uğdəsi var. O uğdəni gizləmək istəyir. O bir qorxusu var. O bir tohindən qaçır. O özün bir həqir hiss eləyir, əşağı hiss eləyir. Onda şəxsiyyət yoxdur, şəxsiyyət mütəzəlzildir. Ona fərq eləməz ki, dil, hangi dil kilasıdır, onu başarsa onu danışacaq. Sabahları İstanbulu başarsa İstanbulu danışacaqdır. Fərq eləməz ona. Ona fərq eləməz. Sabah Almanı başarsa Almanı danışacaq. Rusi başarsa Rusi başaracaq. Çünki Farsdan üstün bir dil danışsa o daha kilasdır, onu danışacaq. Amma indi feylən bu adam fəqirdir, bədbəxtdir, geri qalıbdır. Örgəşlik farsdır. Bunu danışır ki, mən farsı başarmayanlardan üstünəm. Belə, bu da sümürcə zehnidir, dostlar. Bu da sümürcə zehnidir. Sümürcədə yardımca sümürcəci yerləşimcilər bulunmadığı sıklıqla dilə gətirilir. Sıklıqla deyir ki, bu sümürcələrdə fars yoxdur ki, sümürcəci yoxdur ki, azdır ya da yoxdur. Məsələn, biz bilirik ki, Zəncanda farsın vücudu %1 deyil. %1 yarımdır hüdudən. %yarımdan da azdır. Onlar da o məmurlardırlar ki, Tehrandan gəlib orada işləyirlər. Farslardan gəlib orada işləyirlər. Ustad danışqahlardır ki, gündüz gəlirlər, axşam qeydirlər. Bunlardılar. Müdiri kollulardılar filan. Bunlardılar. Yəni, hesablasaz, məsələn, Zəncanda şayət 200 dana ustadı danışqah deyək, idarə adamı deyək, fars yoxdur. 200 dana. Yəni Zəncanın bir 500 min dana adam olsa, gərək heç olmasa, burada 500 nəfər, hər 1000 nəfərdə bir dana olsa, 500 nəfər şey olsun. Fars olsun. Yoxdur. İmkansızdır Zəncanda olan. Amma görür ki, Zəncan insanları nə olub? Fars danışır. Necə ki, Təbrizdə qızların, xüsusən qızlar mütəəssifanə, çox fars danışırlar. Qızlarda bu təhqir olubdur. Bilirsiniz, xanımlar İranda çox təhqir olublar. Çox, hər cəhətdən. Mali, dini, siyasi, iqtisadi, vərziş, musiqi, oxumaq, azad giyinmək, rahat getmək, hər cəhətdən təhqir olublar. Yəni, bunlar tərpəşəndə başlarına vurublar. Təhcəyir ki, bunlara deyirlər, eləyə bilər ki, özün görsə də, bu da ki, mən farsam, mən farsi bələdəm, mən Türkü nemidunəm. Təhcəyir ki, onlara Azərbaycanda açıqdır buradır. Bax, belə başın açanmır. Üz-gözün istəyir rəhliyə bilir, nə qədər indi rəhlir, nə qədər tutulur, nə qədər mücazat olur. Onları mən indi bilmirəm. Çünki bir zaman bunlar çox mücazat olurdular, xanımlar. Paltar, belə mantosun bilmir nə cür geysin, başmağın bilmir nə cür geysin. Çünki bir yerə giyir, toya giyir, belə toyda gəlirlər tuturlar. Gedir bir rəqs eləsin, gəlirlər tuturlar. Gedir bir film, teatrda oynasın, gəlirlər tuturlar. Teatrı bağlırlar. Bu xanımların bir dana qurumda üstür oxusun, gəlirlər bağlırlar. Bir dana Fərhəng Sərada oxudu da, Fərhəng Səranı bağladılar belə. Bu xanım bu qədər təhqir olandan sonra təhqir ol ki, buna qoyublar. Bu da ki, brainwash ol. Qəbul elə ki, sən türk deyilsən və bunu fars danışmaqla görsən və bunu kilas görsən. Bəzən də dövlətin məmurları bunların içindədir. Pərəstu dedikləri xanımlar ki, dövlətə işləyirlər, fahişələr filanlar, saqi deyə, pərəstu deyə, üzrəm, fahişə deyə. Bunlar da, məsələn, intixabatda çıxırlar eşiyə. Bunlar, baxın, onlar eşi rəhlilləri, üzlərin, gözlərin matib, böyük, qışların dizəcən açıq qoyublar, tellərin tökürlər eşiyə. Bunlar intixabatda görərsiniz, seçidən seçkiyə görərsiniz. Niyə? Bunlar həmanlar da ki, dövlətin fahişələridirlər. Dövlət sisteminin fahişələridirlər. Bunlar brainwash eləmək sisteminin fahişə. Çünki onda hamı brainwash olur. Tamam qızlar deyirlər, biz də bu şeyə rəy verək, rəisiyə rəy verək. Niyə? Çünki bunun dövlətində qızlar matih vurublar. Böyh qoyubdu başına, tühləri eşikdədir. Qışları buradan açıqdır, mantoları qıssadı, qolları da buradan görsənir. Baxın, bu brainwash oluruq bizi bu cürsü sistemdə. İndi bu, nə oldu? Deyir, bunlar görsə, amma biz görsənir, bunlar həman o şeylərdirlər. Brainwash olmuş, sümürcüyə dönmüşlər. Sümürcəcidirlər əslində bunlar. Yəni, bu da təkrar edir. Baxın, mən bu günləri bir qıssa məqalədə yazdım ki, əcəba qacarlar məhkumdular. Aya mitəvan qacarlar məhkum kərd. Əcəba qacarlar məhkumdularmı? İndi, burada bir sual soruşuram. Onlar ki, bir sifəti istifadə edirlər, bir qeyrət, bir ləyaqət, falan. Bunlar gərək zehnilərində əvvəl bir şeylər oxuyarlar, bunu da bir şeylə müqayisə eləyərlər. Ağa, deyirik, filanca çox gözəldir.
Hardan bilirsən gözəldir? Nə cür bilirsən gözəldir? Gözəl görməmisən deyirsən gözəldir, yoxsa baxırsan görürsən ki, kəndinizdə, şəhərinizdə, familinizdə filan kəs gözəldir. Bunu onun yanına qoyanda bu ondan gözəllik yaddalıdır. Oradan deyirsən çirkindir. Çünki biz bir sifəti birinə versək, gözəlliyi məsələn, qeyrətlini, nə bilim, namuslunu, siyasətmədar, qorxaq, bunların hamısı bir ayrı adamla gərək müqayisə eləyək da. Deyək ki, bunu ondan tutuşduranda, dib-dibə qoyanda bu ondan boyu ucundur. Bu ondan ağdır. Bu ondan qərədir. Beləsi müqayisə eləməsək deyənmərəm. İndi sən Qacarı kiminlə müqayisə eləmirsən, ona tohin elirsən. Deyirsən ki, tərsu. 27 il savaşıb ona demirlər. Rıza Şaha deyir, kəbir ki, 1 saniyə savaşmayıbdır. 1 saniyə. Məmləkət təslim edibdir, çıxıb gedibdir, şeydə də ölübdür. Qeyd baxsın. Baxın, bizim də şahımız, Türk şahı, Qacar, Məhəmməd Əli Şah, Farslarla savaşandan sonra məclisdə Azərbaycanlılar, Bəxtiyarlılar və Ciləşilər, Mazəlilər gəldilər, paytaxtı aldılar. Bunu da məcburdan dedilər ki, getginən Rusiyada yaşa. Adam getdi, 2 dəfə qudrəti almaq üçün savaşa girdi. Qardaşları şəhid oldu. Yəni sən bu adamı Rıza Şahla bir qoyursan, Məhəmməd Rıza ilə bir qoyursan ki, tık deyəndə bu 3 dəfə Məhəmməd Rıza qaçıb bu məmləkətdən. 3 dəfə bu adam qaçıb, bir dəfə qaçmaq kimi görsədik, qaçıb gedib bir yerdə gizlənib deyib mən qaçmışam ilanım. Yəni sən kiminlə Qacarı müqayisə edirsən deyirsən Qacar filandır. Bu besavadlığı göstərir. Bu brainwash olmağı göstərir. Sən ki əslən zehnivə gətirmirsən ki, bu kitabda yazıbdır ki, Qacarha bir qeyrət budan, tənpərvər budan, şəhvətran budan, filan bəhman. Heç demir. Deyirsən ki, niyə bunu deyir? Bu əslən hardan, nə ilə bunu dedi? Hanki axı nə olubdu? Kiminlə müqayisə elədi? Kiminlə savaşmayıb Qacar? Savaşıb alıbdı, savaşıbdı 30 il, 30 ildə də savaşdan sonra da uduzubdu. Onlar 1000 nəfər adam ölübdü burada, tabi uduza. Uduzmamaq üçün onlar 1000 nəfər adam, amma uduzubdu. Rusiya, Ukrayna İrandan çox böyükdür. Rusiya 20 bərabər, 30 bərabər Ukraynadan böyükdür. Həman Rusiya ki, Ukrayna da onun bir parçasıydı, Ermənistan da onun bir parçasıydı, Gürcistan da onun bir parçasıydı, Türkmenistan da onun bir parçasıydı, Qırğızistan da, Qəzaqistan da, filan da, Bəhman da, hamısı onun bir parçasıydı. Bunların hamısının gücü gəlmişdi Azərbaycanın üstünə. Qacarın üstünə. 30 il bundan sonra bu böyüklükdə güclə Əjdahi ilə 30 il savaşırdı. Sən bunu kiminlə müqayisə edirsən, kiminlə tarazını qoyursan, deyirsən ki, Qacarın yüngüldür. Qacar yüngüldür, Qacar qeyrətsizdir, Qacar savaşmadır, Qacar qorxaqdır, Qacar ləyaqətsizdir, Qacar... Hancısı ilə? Bu brainwash olmaqdır. Tamam o insanlar ki, bu sözləri işlə, hamısı brainwashdılar. İstisnasız deyirəm. İstisnasız. Möhtəmələn ana yurtlarındakı muadilləri ilə aynı koşullarda yaşayan dəmir yolu işçiləri, küçük məmurlar, hətta küçük çiftçilər açısından ayrıcalıqlılardan söz edilə bilərmi? Deyir ki, diqqət buyurun, deyir ki, bu adam gələr, bu müstəmirəci, sizə deyər ki, baxın, bunu dünənlər demişdi, bu günlərdə deyir. Deyir ki, möhtəmələn, ehtimalı var, ərəbci sözdür. Ehtimalı var ki, bu adam gələr, səndən bəhs edir, deyər ki, mənim ana yurdumda, yəni Farslarda da, şuma çara etiraz میکنید مگه ظلم فقط برای ترکا میشه فارسا هم ظلم میشه ملاها برای همه ظلم میکنن. Diqqət buyursun. Deyir ki, bu gələ bilər, deyə bilər ki, çara şuma مثلا معلم های آذربایجان رو طرفش میگن تو فارسستان هم در شیراز هم معلم ها اعتراض میکنن. تحت ظلم هستن. Baxın, bunları istir desin. Deyir ki, bu adam möhtəmələn gələr, deyir ki, mənim ana yurdumda, yəni Farsistanda da məsələn,
muadilləri ilə, yəni buna taytuş, biz buna muadil türkçəsi taytuş, tay. Deyir buna tay bir şeylər olar. Məsələn, mən sənə deyərəm ki, aynı koşullarda müəllimlərə tay, dəmir yolunda işləyən xaricələrə tay, işçilərə tay, nə bilim, danışçılara tay, bunlara da zülm olur. Koşullarda yaşayan dəmir yol işçiləri, dedik da orada dəmir yolunda işləyənlər, maşın sürənlər, taksi sürənlər, hər kəsi misal vurursa, burada dedi ki, nə mənə muadilləri, yəni onları taylar. Muadil ərəbcə sözdür, taylar. Çox məmurlar, dövlət məmurları hətta deyir ki, nə mənə, hətta küçük çiftçi belə, hətta zəmidə, ağa İsfahanda da mərdum, İsfahan həm Keşavardan ab nədarən falan etiraz mikanə. Baxın, bunları deyir, çiftçi də belə nə olar, açısından ayrıcalıqlardan söz edə bilərmi? Deyir ki, bunları da deyə bilər ki, orada da beləsi bir şey var. Təbii ki, onları da deyəcək şey. Baxın, siz niyə etiraz edirsiniz ki, türklərin haqqı zayi olur? Bəyə türklərin haqqı tək zayi olur. Baxın, əkinçilər İsfahanda da haqqları aradan gedir, etiraz edirlər, gəlirlər xiyabanlara filan bəhmən. Amma elə ki, ora Əl-Əhvazın və Loristanın suyu gedə ora, Farsistana, onu görsətməz. İlla ki, biz görək bəzən dostlarımız, insanlar gediblər orada bu suyu görüblər, sudan film götürüblər. Baxın, burada su var, bizdə yoxdur. Burada Məsnu göl düzəldiblər, Urmu gölündən biraz böyük kiçik. Amma bizim Urmu gölümüzü qurudublar. Onlara Xəlicə Ərəbidən və Xəzər dənizindən su gətirəcəklər bunlar, Simnana. Şirin eləyəcəklər, gətirəcəklər. Duzlu su da gətirməyəcəklər. Uyğun bir terminolojide anlaşılabilmek için yerleşimci, sümürgeci ve sümürgecilik yanlıları, yanlı tərəfdar arasında ayrım yapmamız gerekir. Diyor ki, uygun bir terminoloji lüğət, söz. Münasib bir sözlə, bir elmi sözlə əlbəttə, münasib bir sözlə anlaşabilmək için, bu üçün mən eləyə biləm sizi başa salam nə deyirəm, anlaşabilmək həm türkçə dili özü, həm də ki başa salmaq anlamındadır. Başa sala biləm, deyir ki, yerləşimci, dedik, məsələn, Bəluçlar Türkmən səhrada, Farslar bu tamam millətlərin içində, sümürgəci, yerləşimci və sümürgəci və sümürgərcilik. Türklər iki farslaşıblar, İranlılaşıblar. Bu sümürgəcilikdir. Və ondan müdafiə edirlər. Bu sümürgəcilikdir. Bir sümürgədə yaşayan, üzr istəyirəm, sümürgəcilik yanlıları, tərəfdarları, dedim də, misal vurdum onu. Dedim, hətta o qızları ki, məsələn, farsı danışırlar, bunlar sümürgəci yanlısıdırlar. Sümürgəci deyirlər yazıqlar. Bunlar səmpatdırlar. Səmpat, İngiliscə sözdür. Tərəfdardılar. Bunlara heç yol açıq qalmadığı üçün təhcə bir yol qaldı. Dünyadan fəqət bunu bilirlər kilas qoymaq üçün. Bunlar da əgər şeir yaza bilsələr, məsələn, bizim gözəl-gözəl xanım qızlarımız var ki, mən şeirlərin gündə oxuram, bəyənərəm, bəzən fikrimi də yazaram, bəzən də özüm bir hissiyyat doğrular onların şeiri məndə, onu da yazaram, göndərirəm. O qız da buna tay bir şeir yaza bilsə, o qız da buna tay bir kitab yaza bilsə, o qız da buna tay bir Azərbaycan üçün bir hərəkət eləyə bilsə, o qız da buna tay özünə inana bilsə ki, mən insanam və mən türkəm, farsı danışmaz. O fəqət buna inana bilsə, mən qız olduğum üçün mənə zülm olur. Və bu zülm eləyən Fars və İran dövlətidir, İrancılıqdır, farsçılıqdır. O qız heç vaxt farsı danışmaz. Hətta bunu düşünsə, fəqət bunu düşünsə ki, mən qız olduğum üçün mənə zülm olur. Və bu zülmü eləyən mənə fars şiəçiliği, İrancılıq fars dilliğidir, fars iqtisadıdır, fars ekonomisidir, fars danışqahıdır, fars müdiriyyətidir. Bu adam farsı danışmaz. Amma bunu da düşünə bilmir, çünki buna da yol qoymurlar. Deyir ki, ayrım yapmamız gerekir. Deyir, bunların arasında bir ayrıcalıq yapmaq. Ayrım, yəni bunlar bir-birinə ayırmaq lazımdır. Təfkik, ərəbcə söz. Təfkik eləmək lazım. Bunlar bir-birindən ayıraq.
Tamam, görək nə deyir. Calib söz olacaqdı bu bəhs. Mən də çox uzaldıram. Özümdə yavaş-yavaş yorulmağım da gəldi, yetişdi. Görək ki, nə cür bunu davam verəcəm. Səfərini yarı eləmişəm indi. Bir yerləşimci bir sümürgədə yaşayan, amma heç bir ayrıcalığa sahib olmayan yaşam koşulları yaşam koşulları eşit ekonomik ve toplumsal konumdaki bir sümürge insanınçından daha yüksek olmayan bir Avrupalıdır. Bu Avrupalı yerine siz koyun Fars'tır. Tamam. Burası necə düşünürsək qalanı. Deyir, indi nə mənə dedi? Deyir ki, bir yerləşimci. Yerləşimcini bildik kimdir? Yaşam koşulları, koşul şərait. Ərəbcə sözdür şərait, Türkçəsi koşul. Yaşam koşulları, yəni yaşam şəraitləri eşit olursa, müsavi olursa, eşit bərabər, müsavi. Eşit ekonomik, iqtisadi. Pul, iş. Bunlara deyək da, alver gücü. Alver gücü, pul qazanmaq gücü. Bunlara ekonomi deyək. Ekonomi və toplumsal və şərait ictimaisi də müsavi olur. Toplumsal, ictimai. İctiması da, toplumu da müsavi olar. Konumdakı, yəni bərabər konumda olsalar, müsavi olsalar, bir sümürgə insanınçından daha yüksək, deyir ki, bir sümürgədə yaşayan insan, bir türk, bir ərəb, bir bəluç, bir türkəmən, bir qəşqai insanından, deyir, o yerləşən, o Farsın, nə mənə, deyir, hətta heç bərabər olsalar hər şeydə, iqtisadları bərabər olsun, toplumsal vəziyyətləri bərabər olsun, savadları bərabər olsun, gəlirləri bərabər olsun, hər şeyləri bərabər olandan sonra deyir ki, nə mənədir, sümürgə insanından daha yüksek olmayan bir Avrupalıdır. Deyir ki, en çok ki bu sümürgə insanından daha yüksektir. Yüksek değil. Elə deyir, ondan birdir. Deyir, her şey beraber olsa nəhayətdə bu birdir da bundan. Ama oradan gəlibdir bunun vərinə. İndi görək. Deyir, onda ne olur? Bir sümürgə insanınçından daha yüksek olmayan bir Avrupalıdır. Daha yüksek olmasa, deyir ki, bu bir Tehranlı Farsdır. Tehranlı deməyək, bir Farsdır. Mən bu günləri su içməmişəm, su da için bir. Bu vitamindir. Vitamin C deyirlər. C, yəni 3. Mütəəssifانə İranda vitamin C deyirlər. Mən də elə bunu şey edirəm. Vitamin C, yəni 3 vitamin C. Türkçədə buna vitamin C deyirlər. Çünki C hərfi orada C oxunur. Bunun üçün ona vitamin C deyirlər. Tamam. Burada özü durdu. Yox, üz istəyirəm. O mizacı ya da ahlaki inancları nedeniyle sümürgecinin sümürgeleştirilene karşı tavrına sahip olmayan iyi kalplı bir Avrupalı. Deyir ki, diqqət buyurun. Deyir ki, bu adam hər şeydə o sümürgeci ilə bərabər, sümürgələşdirilənlə bərabər olursa, o məcaz yəni onun istəyi, təbi. Təb də bilirsiniz də, həm ruhidir, həm də ki, göyülü istəmaqdır. Məzac, göyülü istəmaq. Deyir, onun ya da əhlağı. Əhlaq biz əxlaq deyirik. X, dedik ki, yoxdur, orada görə. Əhlaqı inancları, bunun inancı. Nə mənə inancı? Bir məzacı dedik ki, yəni istəyi, ruhiyyəsi, istəyi. Bir də dedik bunun əxlaqı, inancları. Əxlaq inancları adamdan adama, toplumdan topluma, tarixdən tarixə deyişər. Bunu deyir. Ona görə deyir ki, adamın üstündəkidir. Deyir ki, o məzacı ya da əhlaqi inancları nədənilə, yəni o inandığı bir şeylərə görə, nədənilə səbəbinə görə sümürgənin sümürgələşdirənə, sümürgəcinin, yəni Farsların, məsələn İranda, Farsların sümürgələşdirilənə, yəni bizlərə, türklərə, ərəblərə, bəluçlara karşı müxalif, zid, düşmən tavrına, tavrına sahip olmayan, deyir ki, o sümürgecinin rəftarına sahip olmayan birisi olursa, ne olacaqdır? İyi kalplı bir Avrupalı, bu iyi kalpli bir Farsdır. Deyir, əgər hər cəhətdən bizə tay ola, burada da yaşaya, biz köçüb gəlib bura və əxlaqi nədəninə,
Əxlaqi dəlillərə görə, düşüncəsinə görə bu adam sümürgəci kimi fikirləşmir və o cür rəftar eləmir. Özün üstün görmür, bizləri təhqir eləmir, dilimizi təhqir eləmir, tariximizi təhqir eləmir filan. Tamam. Deyir ki, bu tam bir məmuli farsdır. Tamam, qutardı. Burada deyir dayanaq, tamam. Cümlənin bəlirgin, zorlayıcı nitəliyinə qarşın həmən söyləyəlim. Deyir ki, bu cümlənin ki, dedik üstəki, tamam, bunu buradan dedik, cümlənin bəlirgin, yəni bəlli olan, bəlli edici, bəlləndirən, aşkar etmək, bəlli yəni aşkar, aşkar edici, cümlənin bəlirgin, zorlayıcı, eyni halda zorlu eləyən, yəni zorda dedik, nitəliyi, yəni aydınlığı, aşkarlığı, bəlliliği genə də, qarşın, yəni müxalif, həmən söyləyəliyim. Onun qarşısını deyir, söyləyək. Deyir, o cümlənin aydın, mənasını sizə deyək ki, onun qarşısı nədir? Deyirik, nə deyir? 2 nöqtə qoyub deyir bu ki, bu şəkildə tanımlarından tanımlanan bir yerləşimci mövcud deyildir. Deyir, belə, bu mənada dedik ki, hər şeyi bir ola. Diqqət buyurun, hər şeyi bir ola. Və əxlaqi nədənlərlə, istemarçı ilə bir olmaya deyir, belə, bu tanımda, bu mənada dedik üstə, bu şəkildə tanımlanan bir yerləşimci mövcud deyil, yoxdur. Deyir, bu xiyal deyirsiniz. İmkansızdır belə bir şey olsun. Nə tür ola bilər? Nədir bəs? Çünki sümürgələrdəki tüm Avropalılar ayrıcalıqlıdırlar. Deyir ki, çünki sümürgədə olan əcnəbi ki, buranı işğal edib, onların hamısı işdə olmaya, onların hamısının qanuni, əxlaqi, zor əsasında, işğal əsasında bir üstünlükləri var, bir ayrıcalıqları var. Onların nəfinə təbiz var. Məsələn, axı necə ola bilər İranda heç imtiyazı olmasın, gəlib Təbrizə, gəlibdir Zəncana, gəlib Qəzvinə, gəlibdir Urmiyə, gəlibdir ora. Deyir, ağa, mənim savadım Səncəndir, gəlirim Səncəndir, əxlaqım da sizə taydır, heç zat, mən sizlə heç fərqi özümdə görmürəm. Deyir, necə ola bilər? Heç olmasa bunun dili rəsmidir. Heç olmasa bunun dili nənədən olandan bu dil ilə çalışır, bununla gedir istihdam, bununla rahat istihdam olur. Necə ki? Deyir, imkansızdır. Oh, dostlar, əlimi vurdum, getdi bu. Kamilən səhvəmizi itirdim, gərək axtaram, tapam. Tamam. Umarım ki, o yerdəki o deyil, orada tapam. Tamam, tapdım. O bir ayrıcalıqlıdır. O bir təbizçidir. Məsələn, siz ustad danışıqlarda baxın, hamısı təbiz tərəfdarıdır. Siz bir dənə ustad danışıq tapın, fars olsun və bu desin ki, gərək tamam dillər rəsmi olsun İranda və idari olsun və iş dili olsun və istihdam dili olsun, qanun dili olsun. Heç olmasa orada bir təbiz var. Heç olmasa. Eyni halda ki, indi onlar gəlib bizim torpağımıza, onların təbizdə, onlar çox faydalanırlar təbizdən təbiz. Məsələn, fikrin ki, bir dana Türk gedibdir, bir dana farsla Şirazda, İsfahanda, Yazda, Kaşanda, Simnanda evlənibdir. O xanım fوق lisansıdır, döşküradır, lisansıdır, diplomdur. Götürüb özü ilə gətiribdir Təbrizə, Ərdəbilə, Zəncana, Qəzvinə, Həmədana, Xoya, Şəbistlərə, Fulculfiyə, hər yerə. İndi burada istəyir yaşayaq. Bu xanım deyir, mən istəyirəm işləyəm. Durur gedir idarəyə. Elə bu ki, farsı danışır, bunun ləhcəsi deyir ki, mən İsfahanlıyam, mən Yazlıyam, mən Kaşanlıyam, mən Şirazlıyam. Elə o adam bunun qabağında, o müdür özü bunun qabağında boşaldı bax. Əslən ondan xoşu gələcəkdir. Kaş bununla mən evlənəydim. Dizinə də bir vuracaq. Çünki onda olan imtiyazlara göz dikir. Hətta biz niyə məsələn özcə ilə evlənirik? Məsələn, niyə gedək burada bir İngilisi xanımla evlənək? Niyə gedib məsələn Türk ilə evlənmirik? Diqqət buyurun, bu da bir mərəzçılıqdır. Kanadada, Amerikada, Avropada olanlar Türklər Türk ilə çətin evlənirlər. Çətin qız dostu, oğlan dostu olarlar. Niyə? Ya farslar. Çünki hamı istəyir ki, o
dil deyil. Məsələn, Almanla yaşayanlar istəyirlər bir Almanlı evlənir, çünki onun bir imtiyazı var. Dil öyrəşəcəyəm heç olmasa o imtiyaz onundur. Bir paragrafımız qaldı. Umarım ki, bunu sürətlə oxuya biləm. Çox danışmayam burada. Bunu qutaraq ki, vaxtımız bilirəm qutarıbdır. Sümürlədəki tüm Avropalılar doğaldır ki, astık hastası özür istəyirəm. Astığı, kəstik zorba değildir və binlərcə hektarlıq toprağa sahib değillərdir ya da hökuməti yönetmezlər. Deyir ki, bu anlamdadır bax. Yaxşı sümürgələrdəki tüm Avropalılar, tüm İranlar, Ərəbistanda olan farslar, Əl-Əhvazda olan farslar mənzurum, Bəluçistanda, Türkmən səhrada, Qəşqaistan Türk Cümhuriyyətində, Güney Azərbaycan Türk Cümhuriyyətində, Loristanda, Gilanda, Mazəndaranda olan tüm yəni tamam farslar ki, ora giriblər, dövlət tərəfindən ya özləri köçüblər, ustad danışgahlar, idarələr, ya özləri əslən yaşamaq üçün köçüblər, evləniblər, köçüblər, deyir bunların hamısı. Deyir ki, nə mənədir? Tüm bunlar doğaldır ki, təbiidir ki, bunlar nə olsunlar? Astığı astıq, asmalıların asıblar, kəsdiklərini də kəsiblər. Zorba, yəni bu zorba deyildir. Deyir, bunlar ki, qanuni kimidir, zorba deyil, zorla, zorba yəni zor, güc, gücünlə deyildir. Və minlərcə hektarlıq, hektar da bilirik, hər 10 metr mürəbbə bir hektar hesab olur. 10 min metr bir yerə hektar deyirlər. Onlarca min hektar torpağa sahib deyillərdi. Deyir ki, bunlar elə bir ona sahib deyirlər. Ya da hökuməti yönətməzlər. Deyir ki, bunlar güya elə bir ki, bunlar torpaqlara sahib deyirlər. Siz elə bunları şeysiniz ki, elə bir ki, mədənlər bizim əlimizdədir. Mən bu günləri 2 dənə mədənin içində başına gələnləri qoydum. Əndərkan mədəni və belə şey mədəni. Süngün mədəni. Elə bir ki, bunlar bizim əlimizdədir. Bunların sahibi kim? Calib də Əndərkan mədəninin deyir ki, məclis də bunun büdcəsinə işinə yetişə bilməz. Çünki bunu veriblər Xameneyinin bunyadlarına. Xameneyinin də bunyadları deyir ki, veribdir Ruslara. Ruslar işlədirlər buna. Və hətta Xameneyinin bunyadı bilmiş ki, bu Ruslar nə qədər qızıl buradan çıxadırlar. Bu istir onu desin, ha? Baxın, biz torpağımızı belə bilmirik ki, kimə veriblər, nə cür veriblər, nə qədər alırlar, nə qədər aparırlar, nə qədər çıxadırlar oradan qızıl. Niyə bizə yetişmir? Belə bunu soruşa bilmirik. Bir sümürgəçinin heç olmasa belə bir haqqı var. Tamam. Bir çoğu sümürgələşdirilmə əfəndilərinin qurbanıdır. Deyir, bu insanların bir çoxu ki, gəliblər bura, hətta imtiyazları da olmasa, bunlar bir çoxu sümürgələşdirilmə, fikir, düşüncə, brainwashing, beyin yıxamanın qurbanıdırlar. Bunlar, dedim, misallarını da vurdum, daha çox demeyeyim. Qızları misal vurdum, məsələn. Deyir, bunlar qurbandılar. Çoğunluqla kəndinkilərlə bağdaşmayan çıxarları korumaq amacıyla bu əfəndilər tarafından ekonomik olarak sümürürlər. Politik, birazdan deyim hələ. Deyir ki, bunların bir çoxu ki, gəliblər bura, çoğunluqda, yəni çoxluğu, əksəriyyət kəlməsidir ərəbcə, əksəriyyəti kəndininkilərlə, yəni öz qanından, öz canından olanlarla bağdaşmayalaq, yəni yola getməzlər. Çoxunluqda öz şeylərinin yola geçməzlər, çıxarları korumaq amacıyla, çıxar mənfəət. Çıxarların o karın bir ayrı mənasıdır. Ayrı sözdür. Çıxarların, mənfəətlərin qorumaq. Mənfəət çoxca adama gəlir ki, maddidir, pul, nə bilim bir şey. Amma çıxar rəvani də ola bilər, ruhsal da ola bilər.
Korumaq amacı ilə, amac hədəf. Deyir, bunları çıxarların qorumaq amacı ilə bu əfəndiləri tərəfindən, o əfəndi ağalar, böyüklər, ərbablar, rəislər, onların tərəfindən ekonomik olaraq, iqtisadi olaraq sümürülürlər. Bunları sümürürlər. Ekonomi olaraq bunları sümürürlər. Politik olaraq, siyasi olaraq nə edirlər? Kullanılırlar. Bunlardan su istifadə edirlər. Su istifadə kullanmaqdır. Kullanmaq. Kullanmaq əlbəttə müsbətdir mənası. Amma mən burada kullanmağı su istifadə edək da, su istifadə edirsə burada daha çox gəlir. Çünki ərəbcə söz bunu yetirir. Bizim içində kullanmaq çox müsbətdir. Su istifadə mənfidir. Amma burada görürük ki, adamlardan kullanırlar da siyasi olaraq deyir ki, məsələn, rahbemalığa çıxacaqlar Qudsa görə. Ya adam məqalə yazacaqdır Azərbaycançılığa görə. Gedəcək televizyonda deyəcək ki, Qəşqaylar türk deyirlər. Azərbaycanlılar türk deyirlər, türkləşiblər. Moğol dövründə. Və adam da bilməyəcək ki, Moğol dili bir şeydir, türk dili bir ayrı bir şeydir. Moğollar bura gələndə bura türk idi. Türklər Moğollarla savaşırdı. Bunları bilməyəcək. Çünki o brainwash olub qutarıbdır. Amma toplumsal ilişkilər nədənilərdə heç bir zaman təkyanlı deyildir. Deyir, amma toplumsal, İctimai, toplumsal. İctimai, yəni toplumsal ilişkilər, rəvabit, ilişki, rəvabit, ilişkilər. Rəvabitlər nərdəysə, harda olursa, hardadır, heç bir zaman, yəni ictimai ilişkilər heç bir zaman nə olmayacaqdır? Təkyanlı, yek tərəfi, farsça təkyanlı, təkyönlü, yəni bir tərəfli deyildir, olmayacaqdır. Bəs ictimai, dostlar, deyir ki, toplumsal ilişkilər heç vaxt bir tərəfli deyil. Yəni, əgər siz farsın nəfinə məqalə yazırsınız, danışırsınız, nə bilim, rahbimalıq edirsiniz, bir yerdə işləyirsiniz, ondan müdafiə edirsiniz, ona dərs verirsiniz, dilin danışırsınız, yazırsınız, filan. Deyir, bunların hamısı heç birisi bir tərəfli deyil. Tək sən bu işi görmürsən, o işi görsən bir məziyyət qazanırsan, bir imtiyazlar alırsan. Ona görə bunu deyəcəkdir. Pəs tək deyildir, tək yanlı deyildir. Söz qurtulur, təqribən son cümləni oxuyuram, qurtulsun. İnanmaq istədiyimizin əksinə, deyir, biz bir şeyi istirik, inanaq. İnanmaq istədiyimizin əksinə, əks ərəbcə sözdür, bizdə əks salırıq, deyirik əks. Çünki bizim tərsəmizi göstərir. Biz buradayıq, o bizim tərsəmizi göstərir. Ona deyirlər əks. Amma biz indi bir dənə əksə deyirik da, bir dənə bir kağızın üstündə ya bir şeylə baxırıq, bu əksidir, bu ayrı. Əks türkçədə yəni tərsə, tərsinə, ziddinə hətta deyə bilirik. Pəs, inanmaq istədiyimizin, özüm belə gördüm istəyir ki, inanam buna, bunun tərsinə ki, mən istəyirəm inanam, onun tərsinə nə olur? Küçük sömürcəci, o adamlar ki, gəliblər bura dedik, hər şeyləri də bərabərə bənzir. Deyir, bunlar aslında bir çox durumda sömürcəcilik yanlılarını dəstəklər. Deyir, bunlar əslində bir çox durumda, durum şəraitdə sömürcəcilik fikrin, düşüncəsin yanlıların, yəni onların tərəfdarların belə neynər? Dəstəklər, himayət elər. Dəstək, himayət verməkdir. Dəst sözündən bəlkə gəlibdir. Amma dəstəkləmək bizdə var, farsda yoxdur. Ki, deyən bir farsda sözdür. Dəstəklər, yəni onu himayət elər. Himayət sözü ərəbcədir, türkçəsi dəstəkdir. Və sömürcə ayrıcalıqlarını inatla sovunur. Deyir və inatla, yəni ləcbazlıq, inat ləcbazlıq. İnatla, ləcbazlıqla, ləcbaz farsıdır, inat türkçədir. Hətta bəlkə ləcə özü də türkçədir, bilmirəm. Deyir ki, bu ləcbazlıqla, inatla sümürcədəki o imtiyazları neynər? Savunar, müdafiə elər. Azəriha bunlardan olur. İnatla gəliblər, danışqahlarda ustadlar ki, deyirlər, bura Azərbaycan deyir, tarih, türk deyirlər, filan deyir, İran deyir, İran həmişə, Azərbaycan həmişə cüzvi əz İran. Bunların hamısı inatla, ləcbazlıqla o sümürcədəki ayrıcılıqları, təbizləri savunarlar, müdafiə edirlər. Dostlar, burada bir çıqqılı sual soruşur, o birisi bura. Nədən, niyə amma? Bunun dediği şey, istəyir deyək ki, olar ki, hər şeyləri əvvəlcə deyil, hər şeyləri bizlə bərabər olsa da,
Bunlar bir yerdə sümürgəci ilə işləyirlər. Bunlara kiçik sümürgəci deyirik. Niyə? Deyir ki, bu nədəni gələn dərsdə deyəcəkdir, gələn sabahları bunu oxuruq. Sağ olun dostlar, təşəkkür edirəm, yaşayasınız. Umarım ki, videoları paylaşasınız, dostlarınız bunları görələr. Çünki bizim üçün bunları düşünmək, hətta mənim özümdə bu kitabı oxuduqca daha çox dərin düşünürəm, istismar nədir? İnanıram ki, dostlarınız da, sizlər də bir fayda olar. Heç olmasa zehninizdə bir şeylər açılar, mənə yazarsınız ya danışarsınız, mən sizdən öyrəşərəm. Sağ olun, sağ qalın, görüşmək üzrə.